əslində açar istəyirəm də deyə. Məsəl üçün o günlərim indi bu bayrama yaxındır. Uşaqlardan soruşuram nə istəyirsən? Birinin arzusu bitmir, biri isə istəməyi bacarmır. Soruşuram ki, niyə istəmirsən? Başa düşmür niyə istəmir. Əslində istəməyin özü də vacib bir məsələdir ki, istəsin. İstəməyi bilmirik biz. Bilirsiniz, bu iş təzə biz başlayanda bu 2018-də dediyim kimi hamımız gəldik, bu nəsə bir dəyişim oldu. Biz dedik, yox istəmə demə, nə bilim o sözü belə işlət, bu sözü belə işlət, onu belə elə, hər şey sənin əlindədir. İndi hal-hazırda üstündən 6-7 il keçib və bu səviyyəyə gəldiyimdən sonra anladığım bir şey var ki, bizim hər şey bizim əlimizdə deyil. Bunu başa düşdüm mən. Çox şey əlimizdə, amma hər şey yox. Sözlərin də əgər altında hiss yoxdursa, onlar da boşdur. Yəni mən əvvəl məsələn təlim alırdıq, kimsə deyirdi ki, istəyirəm, belə olsun. Deyirdi, yo istəyirəm demə, beyin onu bu cür algılayır. Amma qalxdıqca başa düşürsən ki, hamısı boşdur. Bir şey var ki, sənin ruhun bu dünyada dərslərini düzgün almasıdır. Bunu sən başa düşdükdə həyat başqa cür olur. Mən yaxşı yaşamayanda, mən əziyyət çəkəndə, mən kasıbçılıq içində yaşayanda, mənim ailə vəziyyətim bərbad olanda, mən özümü tanımayanda, mənim ruhum içdən vicdan əzabı çəkir. Axı ruh deyir ki, mən bu planetə bunun üçün gəlməmişəm. Mənim missiyam başqadır, sən məni hara gətirmirsən? Yenə getmirsən, düşmüsən aşağıya. O narahatlıq var ya hissi, natamamlıq. Səhər durursan, deyirlər mənə, Kəmal xanım, elə bil nəsə çatmır, elə bil doya-doya hissi, bax o vicdandır. Ruh ucu bağırır ki, məni gör, məni şəfalandır. O ki qalxırsan, mən həmişə onu qalxırsan deyirəm, o ki şəfalanırsa, titrəşim qalxır, boyutun qalxır, energetik olaraq başa düşürsən ki, sən kimsən? Fikir versiniz, o cür insanların artıq o hissi yoxdur. O artıq səhəri rahat açır. Xoşbəxt açır. Xoşbəxt həm də fərqində olaraq. Bilirsiniz, ləzzətlə açır. Bugün mən nə edəcəm? Oğlum, bəlkə sənin rutin həyatın bundan ibarətdir ki, uşaqlara yeməyə verirsən, məktəbə aparsan, dərs oxuyursan. Amma sən bunu zövqlə etdikdən sonra, sən artıq ruhun o vicdan səsin olmayacaq. Çünki sən onu ödəyirsən artıq.